düzgün qidadan başlayır. Sitrus qabıqları və xərçəng həyat üçün biraz qabıq. Yeni araşdırmalar göstərdi ki, bəzi meyvə və tərəvəzlərdə DNT-ni qoruyan bir maddə var. Maraqlısı budur ki, bu maddə istiliyə həssasdır və C vitamini deyil. C vitamini birbaşa yoxlanıldı və DNT-nin qorunması və bərpasına təsir göstərmədiyi görüldü. Əsas namizədlərdən biri sitrus meyvələrində olan beta-kriptoksantin adlı karotenoiddir. Hüceyrələri DNT-yə zərər verən kimyəvi maddəyə məruz qoyduqda, DNT zəncirlərində qırılmalar yaranır. Normalda bədənimiz bu qırılmaların çoxunu 1 saatdan az müddətdə bərpa edir. Amma sitrus fitonutriyenti əlavə edildikdə, DNT-nin bərpa sürəti təxminən 2 dəfə artır. Bu nəticələr laboratoriyada idi. Bəs real insanlarda necə? İnsanlara 1 stəkan portağal şirəsi içirdib, 2 saat sonra qanlarına baxdıqda, oksidləşdirici maddə ilə yaradılan DNT zədəsinin azaldığı görüldü. Amma portağal dadlı süni içki içənlərdə bu effekt olmadı. Bəs daha çox meyvə yeyən insanların DNT zədəsi daha azdırmı? Bəli, xüsusilə qadınlarda. Bu, real xərçəng riskinə də təsir edirmi? Görünür ki, bəli. Təkcə sitrus meyvələri döş xərçəngi riskində təxminən 10% azalma ilə əlaqələndirilib. Yeni diaqnoz qoyulmuş döş xərçəngi xəstələrinə sitrus fitonutriyentləri verildikdə, bu maddələrin döş toxumasında toplandığı görüldü. Amma konsentrat ekstraktlar sitrus gəyirməsi yaratdığı üçün alternativ üsul sınandı. Qadınlardan portağal ətirli masaj yağını gündəlik döş nahiyəsinə sürtmələri istəndi. Bu təklif böyük həvəslə qəbul olundu. Amma işə yaramadı. Qidanı yemək lazımdır. Bəs niyə karotenoid həbləri qəbul etməyək? Çünki onlar işə yaramır. Əlavələr DNT bərpasına təsir etmədi, amma yer kökü yemə getdi. Bu da göstərir ki, DNT bərpasında bütöv qida çox önəmlidir. Portağal şirəsi uşaqlıq leykozuna qarşı qoruyucu tapılsa da, dəri xərçənginə qarşı eyni təsiri göstərmədi. Ən diqqət çəkən nəticə isə sitrus qabığının istifadəsi ilə bağlı idi. Kim portağal qabığı yeyir? Görünür çox insan. Təkcə portağal şirəsi içmək ən təhlükəli dəri xərçəngi növünün riskini 60% artıra bilər. Ona görə də yenə eyni nəticə. Ən yaxşısı bütöv meyvədir. Sitrusu daha da bütöv yemək üçün isə qabığını rəndələyib yeməklərə əlavə etmək olar.